MIG tipli reductionla bağlı olan bu testimizin izahına baxaq. Reduce the given sentence. Verilən cümləni qısaldın. A variantda deyir ki, this sentence cannot be reduced. Evet, yadımıza salaq ki, cümlə nə zaman reduction qısala bilmirdi? Cümlə o zaman qısala bilməz ki, bizim mübtədalarımız fərqli olsun. Burada mübtədalar fərqlidirmi? Xeyr. I, hər iki cümlənin mübtədası eynidir. O səbəbdən A variantı deyil. A variantı çıxdı. I didn't know how help. Deməli, bizim burada help'ı gördüm. Deməli, bizim reduction qaydamıza əsasən burada participle to verməyimiz üçün bizim cümləmizin xəbəri passivdə olmalıdır. Passivdə olmalıdır. Pilos'dakı burada how var, görürsünüz. I didn't know how I helped him. Bu nədir? Object clause-da. Object clause-lar qısalanda to ilə qısalırlar. Yəni, olmalıdır I didn't know how to help him. Bizim burada bağlayıcımız silinir. Sonra mübtədamız silinir. Mübtədalar eyni olduğundan. Və burada köməkçi feilimiz də silinir. Köməkçi feil də silindən sonra object clause, yəni tamamlıq budaq cümləsini qısaldarkən qarşısına bir dənə feili to qoyursunuz. Burada da bir ona görə yanlışdır. Helped olmaz, helping olmaz. I didn't know how to help him. I didn't know. Burada to help, yəni burada how yoxdur, ona görə səhvdir. How, yəni qısalarkən biz object clause-da bağlayıcını saxlamalıyıq. Y variantında isə burada nə oldu? I didn't know how to help him. Bu bizim yazdığımız cümlənin qısalmış versiyası və doğrudur. Mübtədalar, ikinci mübtəda silinibdir. Feilin qarşısına to artırılıbdır. Düpbədüz Y variantı doğru cavabdır.